Bugün Mercedes-Benz'in o parıltılı ulduzun arxasındakı dünyaya birlikdə baxacağıq. Əlimizdəki mənbələr, bilirsiniz, bu marka haqqında çox maraqlı, hətta bəzən təəccüblü detallarla doludur. Məqsədimiz sadəcə faktları demək yox, onların mənasını anlamaqdır. Məsələn, ilk patent 1886, Karl Benz, amma gəlin daha dərinə gedək. Bəli. Bu təkcə avtomobil hekayəsi deyil axı. Bu, həm innovasiya, həm brending, imij, hətta mədəniyyətlə bağlı bir şeydir. Mənbələr göstərir ki, o hamımızın tanıdığı ulduzun arxasında çox qat var. Elə o ulduzdan başlayaq onda. Üçgüşəli ulduz, hamı tanıyır, amma mənası. Mənbələrdə deyilir ki... Tamamilə doğrudur. 1909-cu ildə Gottlieb Daimler təqdim edib bunu. Və əslində şirkətin ilkin məqsədlərini göstərir. Yəni quruda, suda, bir də havada mühərrik texnologiyası ilə üstün olmaq. Çünki onlar avtomobildən əvvəl gəmi və təyyarə mühərrikləri düzəldirdilər. Yəni bu simvol 100 ildən çoxdur ki, markanın köklərini göstərir. Güclü simvoldur. Bu güclü imicə nə qədər həssas olduqları da maraqlıdır. Məsələn, o xarabalıqdan çıxmış milyoncu filmi var idi. Orada deyəsən kasıb məhəllələrdə loqolarının görünməsini istəməyiblər. Bu, necə deyim, brend nəzarəti ilə reallıq arasında bir gərginlik deyilmi? Əlbəttə. Premium brendlər tez-tez üzləşir bununla. Öz o eksklüziv aurasını qorumaq istəyirlər. Amma bəzən bu reallıqdan qaçmaq kimi də görünə bilər. Amma digər tərəfdən mənbələrdə başqa bir məqamda var. Deyilir ki, Mercedes hissələrinin, servisinin çox bahalı olması fikri də tam doğru deyilmiş. Deməli, imij və reallıq həmişə üst-üstə düşmür. Mercedes alırmış, eyni model. Eşitmişəm onu. Səbəb isə görünür çox praktik imiş. Kaliforniya qanunlarında bir boşluq varmış, nömrə nişanı olmadan sürmək üçün. O həm də göstərir ki, marka necə bir status simvoludur, elə deyil? Bəli. Bu kimi hekayələr o markanın ətrafındakı mistikanı, cazibəni gücləndirir. Amma təəssüf ki, marka ilə bağlı hekayələr həmişə belə müsbət olmur. Mənbələr Şahzadə Diananın faciəvi qəzasını da xatırladır. O da məhz Mercedes avtomobilində baş vermişdi. Bu da çox kədərli bir faktdır ki, marka necə qlobal hadisələrin bir parçasına çevrilə bilir. Çox kədərli. İstehsal tərəfinə baxsaq, bir mühərrik, bir adam prinsipi. Bu çox maraqlıdır. Kütləvi istehsal dövründə qeyri-adi səslənir. Bu yanaşma xüsusilə onların AMG modellərindədir, yüksək performanslı modellərdə. Hər mühərriki tək bir usta özü əllə yığır. Bu təkcə keyfiyyətə nəzarət deyil, bilirsinizmi? Bu həm də sənətkarlığa, fərdi məsuliyyətə, eksklüzivliyə verilən dəyərdir. Yəni, bu maşın deyil, sənət əsəridir kimi bir mesaj verir. Vay be! Lüksün həddini görmək üçünsə, mənbələrdə adı çəkilən o Saudiya şahzadəsinin maşını var. Təxminən $5 milyon. Bütünlüyü ilə almazla bəzədilib. $5 milyon. Almazla. Bu artıq maşın deyil, səyyar zərgərlik dükanıdır ki. Amma Mercedes təkcə dəbdəbə və müasirlik deyil deyəsən. Tarixində də maraqlı şeylər var. Bəli. Məsələn, çox maraqlıdır ki, dünyanın ilk zirəhli avtomobillərindən biri Benz. 1911-1912-ci illərdə şirkətin Rusiya şöbəsi tərəfindən yaradılıb. Bu, çox erkən dövrdə fərqli coğrafiyalardakı fəaliyyətini göstərir, innovativliyini. Müasir dövrdə isə təkcə avtomobil istehsal etmirlər axı. Öz media platformaları var, 3 avtomobil jurnalı, internet TV kanalı. Hətta modaya da giriblər. 2006-cı ildə İtalyan ayaqqabı markası Santoni ilə AMG üçün idman ayaqqabıları hazırlayıblar. Bu da göstərir ki, Mercedes özünü bir həyat tərzi markası kimi qəbul etdirmək istəyir. Tamamilə. Bu, artıq avtomobilin özündən kənara çıxan bir brend quruculuğudur. Düzdür. Beləliklə, bugün sizinlə Mercedesin bir neçə fərqli üzünü gördük. Logonun o dərin mənası, imij qoruma strategiyaları, Steve Jobs kimi məşhurların qəribə vərdişləri, bir mühərrik, bir adam prinsipi, hətta ayaqqabılar. Görünən odur ki, bu ulduzun arxasında sadəcə mühəndislik yox, həm də çox şaxəli bir tarix, güclü bir strategiya var. Bəs bütün bunlar sizin üçün nə ifadə edir? Bu detallar göstərir ki, güclü bir marka necə yaranır və yaşayır. Texnologiya, tarix, mədəniyyət, hətta fərdi hekayələr. Hamısı bir araya gəlir. Son olaraq bir fikir üzərində düşünək bəlkə də. Mənbələr deyir ki, ilk zirəhli Benz Rusiya şöbəsində hazırlanıb. Çox spesifik bir detal, hə? Görəsən, markanın qlobal tarixinin dərinliklərində
Başqa regionlarda buna bənzər başqa hansı unudulmuş, az araşdırılmış innovasiyalar var? Yerli adaptasiyalar. Bu markanın hekayəsinin hələ də tam kəşf edilmədiyini düşündürür. Üzərində düşünməyə dəyər bir